Akşamınız xeyir olsun. Sözümə başlamadan qabaq, bəlkə üzr istəmək istəmirəm, amma başa düşə bilərəm ki, bəlkə bilərizə, nə cür deyim, amma bu niyə hər dəfə, hər qonuda, nə olursa olsun qadın məsələsini mətrəf edir. Axı, büyün işçilərdən danışırıq ya, o gün ayrı bir şeydən danışırıq da, qadın məsələsini 8 Marşda danışırıq, tutuldu getdi də, ildə bir dəfə danışırıq, qadın məsələsi, qadın günündə danışırlar. Bir dənə məsəl var, deyirlər ki, birinə deyirlər ki, bəs pişiyi anlat da, pişiyikdən təriflə. Bunun da bütün bilgisi bitlə bağlıdır. Deyir ki, bəs pişiyin 4 ayağı, 2 ayağı, 2 qolu, quyruğu var, pişiyin tükü var, tükündə bit var və bit və devam. Deyirlər, bəs olmadı, bəs balıqdandır, balığın tükü yoxdur. Deyir, hə, balığın tükü yoxdur, amma əgər balığın ayağı olsaydı, yer üstündə yaşasaydı, tükü olsaydı, onun üstündə bit olacaqdı və gənə də bitdən. Ona görə mən də bu bitimdən əl çəkməyəcəm. Niyə əl çəkməyəcəm? Çünki bizim bu bitimiz doğrudan da çoxu insanların gözündə bitə dönüşmüşük. İnsanlarımızın, millətimizin %60'ıdır. Bizim Güney Azərbaycan, Kuzey Azərbaycan, bütün Azərbaycanımızın millətinin %60'ı deməli qadını sözüdür. Yəni onun qonusudur və onun işçisidir. 1 May'dan Sosyalist Hərəkatında, mən Sosyalist Hərəkatına qarşı deyiləm. Heç bir şəkildə də 1 May'a da qarşı deyiləm. Amma mütəssifana Marks'ın, Engel'in fikri, çünki baxışları ancaq sinifə bağlıydı və statusa bağlıydı. Yəni, bütün baskı və bütün haqsızlığı o barədə görürdülər. Qadına qarşı olan bir xüsusi bir baskı və ya bir haqsızlığı görmürdülər. Onu da elə sinif məsələsinə bağlayırdılar. Hatta Marks'ın bir yerdə, indi dəqiq sizə sitat edə bilməyəcəm, bir yerdə bir yazısında vardı ki, hatta bağışlayan Engel'in, hatta deyir ki, qadına olan baskı hatta biraz daha da azdır. Çünki qadının bir ekonomik bir varlığı, yəni mülkü olmadığı için ona qarşı olan bu baskı daha da azdır. Takip kişi. Yəni mənə bu söz çox gülməlidir. Tam tərsinə. Niyə tam tərsinə? Çünki bizim dünyada baxanda və dünya statistikini biz Azərbaycan üstündə də uygulaya bilərik. %70 fəqir, yəni çox ağır şəraitlərdə kasıbçılıq yaşayan insanlarımız qadınlardır. Bayaq Əmir bəy çox qəşəng statistiklər verdi oxuma ilə, yazma ilə bağlı və yenə də görürük ki, ən böyük qrup kimlərdir? Qadınlardır. Ağır xəstəliklərin altında qalan, yəni indi AIDS-dən danışırıq, çox ağır xəstəliklərin altında yaşayanlardan danışırıq. Yenə kimlərdir? Yenə də qadınlardır. Bəs deməli, ən böyük baskı və ən böyük zülm qadın qrupunun üstündə uygulanır. Vaxtdır ki, bir işçi hərəkatı qabağa gedir. Və vaxtdır ki, 1 May'da və 1 May məsələsi də, yəni işçi hərəkatında bu bir industri yarandı, bir işçi industrisi yarandı 1900'lərdə və bütün qadınları iş həyatına dəvət edərdilər. Dəvət yox, zorladılar, yəni sosialistik ölkələrini. Gedib işləyəcəksən, uşaqlarıyla biz baxarıq. Hətta o qadın ki, istəmirəm evdə olan uşağına baxam, xeyr, o bir haqqın yoxdur, məxsusən Çin ölkəsində. Nəticəsi nə olur? Nəticəsi bu olur ki, qadın kişi qədər gedir, işləyir, düzdür. Camidə baxanda, indi bəlkə çoxlarının xoşuna gəlməsin, amma bugünkü Kuzey Azərbaycanımızda biz bunu çox görürük. Camidə bizim qadınlarımız, hətta bəlkə kişilərdən də qabaqdılar. Bütün işlərə sahibdirlər. Bizim davərlərimiz var, yəni, nə deyələ, dumlarımız var, hakimlərimiz var, polislərimiz var, parlamentdə oturan qadınlarımız var. Amma mütəssifana bu qadınlar evə dönəndə hələ də qadındırlar. Yəni, sözün nə mənasında qadındırlar? Hələ də öz evlərində eyni haqqə sahib deyirlər. Deyirlər. Hətta elə evlər var ki, qadın işləyir, kişi işləmir. Amma yenə də bu qadın evə gedir və bütün maaşını kişinin əlinə verir və kişi təsmin tutur ki, bu pul necə dağılacaq və nəyə veriləcək. Ki, bunların üstündə çox ciddi araşdırmalar olubdur və sübut olunub ki, o ailələrdə ki, pul qadının əlindədir və qadın təsmin tutur bu pul necə işlənəcəkdir. O ailələrdə həm uşaqların eğitimi daha qabaqdır, həm ailənin gələcəyi və ailənin
yəni təməl ekonomisi çox daha güclüdür və o camələrdə toplum daha qabaqdır. Bax, bu çox maraqlı bir şeydir. Və bunun üstündə bir dənə Hindistanlı doktor Nobel ödülü aldı. İndi mən dəqiq adı yadımda olmayacaq, amma çox məşhur bir doktor idi və bunun üstündə Nobel ödülü aldı ki, neynədir? Şirkət kurdu və ancaq qadınlara kömək eləməklə, yəni pul verməklə çoxlu toplumlar Hindistanda qabağa atdı. Bəli, yekunlaşdıracaq, çox bağışlar. İndi yenə də sözüm buna, işçi hərəkatı. Mən danışırıq, Güneydən danışırıq. Mən çox sevinirəm ki, biz artıq milli hərəkətdən danışanda, Güney Azərbaycandan danışanda ancaq bu teoretik bəhslərə ilişməmişik. Nəm federalist imiş, istiqlaliyyət imiş, bayraq imiş, nəm filan imiş. Düzdür, bunların hamısı çox mühüm məsələlərdir. Amma söz milli hərəkətsə, söz millət üstündə gedir. Və bizim millət kimlərdir? Bizim qadınlardır, bizim işçilərimizdir, bizim uşaqlarımızdır, bizim öğrencilərimizdir. Və biz bunların da üstündə az da olsa bir söhbət eləməliyik. Və onun üçün doğrudan da ürəkdən təşəkkür edirəm ki, belə bir qonunu açıbsınız. Amma yenə də demək istədiyim bir şey, çox diqqətli olmalıyıq. Biz də eyni tuzağa düşməyək. 1 mayın tuzağına düşməyək. İşçilərimizin haqqını qabağa aparmaq, yəni addım qabağa getmək lazımdır. Əgər çox belə vum bir şəkildə qabağa getsə, nəticəsi çox da belə qəşəng də olmaya da bilər. Addım, niyə addım ki, sabit və holbar utveckling deyirlər İsveçdə. Bilməm, Türkçəsi nədir? Yəni, holbar, yəni qalıcı bir, stabil bir toplum yarada bilər. Həm işçilərimiz üçün, həm də ən başda qadınlarımız üçün.